Beynəlxalq dərəcəli idman ustası, xeyriyyəçi Elgiz Məmmədov Ərkivan Masallı Futbol Klubunun uşaq futbolçuları ilə görüş keçirib. Görüşdə Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov, Lənkəran Astara Regional İdman İdarəsinin Masallı sektorunun müdiri Sabiq Cahangirov, veteran müəllim Mehman Məmmədov iştirak ediblər. Səmimi atmosferdə keçən görüş zamanı Elgiz Məmmədov Ərkivan Mərkəzi Stadionunda keçən uşaqlıq illərini xatırlayıb, gənc futbolçulara öz xatirələrini bölüşərək onlara dəyərli tövsiyələr verib. Futbol klubunun baş məşqçisi Ramil Həsənov təşkil olunan görüşə görə minnətdarlığını ifadə edib. Mənim də məqsədim odur ki, biz sizdə həvəs yaransın ki, həqiqətən də çətindir bugün ümumiyyətlə bir idmanla məşğul olmaq. Peşman deyil, böyük bir nailiyyətlər olsun. Əlbəttə bizim arzumuz odur ki, Ərkivandan böyük bir futbol klubu çıxarsın. Necə ki, başqa idman növləri kimi futbol komandamız da olsun. Və bugün sizin burada olmağınız hələ bu böyük bir qalibiyyətdir. Yəni bugün sizin gedib telefonla oynamırsınız, başqa işlərlə məşğul olmursunuz, lazımsız işlərlə. Gəlib elə burada olub, əziyyət çəkməyiz böyük nailiyyət. Və birinci növbədə də əlbəttə ki, təhsil. Mütləqdir ki, hökman qiymətləriniz yaxşı olsun. Birinci bizim təhsilimiz mütləqdir. Və sizə də arzu edirəm ki, idmanla yanaşı qiymətləriniz, dərsləriniz hamısı yerində olsun. Elgiz müəllim qeyd elədi, yəni vacib deyil. Yəni bu günləri bu stadiondan, yəni siz futbolla məşğul olursunuz, yəni gələcəkdə böyük bir futbolçu olacaqsınız. Siz bu günləri sağlam həyatın təşviqi ilə məşğulsunuz. Ətrafınızda olan gəncləri, yeni yetmələri, uşaqları da bu layihəyə qoşursunuz. Yəni bu böyük bir məktəbdir. Bugün Elgiz müəllimin bura gəlməyinə səbəb odur ki, Elgiz müəllim uşaqdan futbolu çox sevib, idmanı çox sevib. Ona görə də o bugün sizinlə görüşə gəlib, istəyir ki, siz də yaxşı gələcəkdə idmançı olasınız. Bəli, dərslərinizi də yaxşı oxuyun. Savadlı olmaq lazımdır. Sizə uğurlar arzulayıram. Uşaqlar, Ərkivan Futbol Klubunun tarixi olub. 1980-cı ildə yaradılır. Ərkivan Futbol Klubunu yaradan insan Elgiz müəllimin atası olub. Rəhmətli Rafiz müəllim olub. Biz onu, o klubu davamiyyət elətdiririk, rəsmi sənətlə. Mehman müəllim də icraçı direktor olub. Ondan sonra bizim direktorumuz olmayıb. Yəni, çox istərdim ki, həqiqətən də bizim bu Ərkivanımızın stadionu rəsmiləşdirsin rəhmətli Rafiz müəllimin adına. Yəni, bu klubu ölkəmizi təmsil edib Ərkivan. Yəni, Azərbaycanı təmsil edib və ölkə kubokunu gətirib. Həvəskadar üzrə Xorvatiyada keçirilən, Ukraynada keçirilən kubokunu gətirib. Baş məqsəd Çingiz Əşimov olub. Rafiz müəllim də klubun rəhbəri olub. Yəni, bunu mən dəfələrlə uşaqlara demişim, indi bilməyənlər də bilsin. Yəni, heç vaxt biz keçmişi unutmamalıyıq. Keçmişə baxıb gələcəyə addım atmalıyıq. Çox təşəkkür edirəm, minnətdaram. Sonda Elgiz Məmmədov uşaq futbolçulara idman dərsləri və toplar hədiyyə edib.